Bismillahirrahmanirrahim ve bihi nesta'in. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bildiğimiz gibi bugün Qədirxum bayramıdır. Böyük bayramdır, Qədirxum bayramı. Bu bayram münasibətilə bütün başta İmam Zaman Ağa olma şərtilə bütün dünya müsəlmanlarını təbrik edirik. Qədirxum əziz gündür. Vilayət, imamət bayramı deyərlər bu günə. Qədirxum bu günün özünə məxsus, xüsusiyyət günləri var. Bu günə Əyyamullah deyərlər, Allahın günü. Yəni ki, Allahın günü deyərlər. Günlər hamısı Allahındır. Ancaq məsələ burasıdır ki, əlamətdar günlərə, o günlər ki, xüsusi günlərdir, əlamətdar günlərdir, bunlar Əyyamullah adlanır. Bunlarda 4 dənə xüsusiyyət vardır. Yəni bir gündə bu Qədirxumda 4 dənə böyük xüsusiyyət var. Birinci, bugün Qur'an ayəsi ilə Əl-yevmə əkməltü ləkum dinəkum və ətməmtü aleykum ni'məti və rəzitü ləkumul İslamı. Görürsün, İslamı dina və Əl-yevmə yə'səlləzinə kəfəru min dinikum. 4 dənə Qur'an-ı Kərimdə bugünün əlaməti var, böyük əlamətdir. Biri budur, dinin kamil olması, ikmali yəni. Dinimiz bu gündə imamətlə kamil olur. Əkməltü ləkum dinəm və ətməmtü aleykum niməti. Allah Teala nemətlərimi tamamladım sizin üçün bugün. Ən böyük nemət nədir? Bu da imamət, vilayət nemətidir. İmamət təyin oldu, Allah Teala imam təyin oldu Allahın əmri ilə. Allah Teala bu günü nemətlər tamamlandı və rəzitü ləkumul İslam'a. İmamət təyin olundu, Allah deyir, bu İslamdan mənim, yəni razıyam ki, onun peyğəmbəri var, imamı vardır. Ondan sonra da dördüncü de budur ki, Əl-yevmə yə'səlləzinə kəfəru min dinikum. Sizin kafirlər bu günləri sizin dininizdən məyus oldular. Deməli, 4 dənə xüsusiyyət Allahın, yəni ki, dinin kamil olması, nemətlərin tamamlanması, Allahın razı qalması, kafirlərin məyus olması. Bu 4 dənədən biri hər hansı bir gündə olsa o günə deyərlər Əyyamullah. Qədirxum günü gör nə qədər böyük gündür ki, 4'ü də, bu saydıqlarımızın 4'ü də Qədirxum günündə var. Ən böyük bayramdır, Eydullah Əkbər deyərlər. Bir daha bayramımız mübarək olsun. Biz burada bu günləri müqəddəs Ələ-Yağ qədəmgahındayıq. Burada zəvvarlar, qonaqlar və biz də onlar üçün mənəvi hədiyyə götürmüşük. Əli əleyhisselamın Qədirxum hekayəsinə, hadisəsinə aid məlumat götürmüşük və onu zəvvarlara hədiyyə edirik. Allah ziyarətimizi qəbul etsin inşallah. Hamımıza sağ olun. Bayramımız da mübarək olsun. Gəlin hamımızı bundan yaxınlar. Qəbul etsin Allah ziyarət. Gəl. Allah ziyarət, siz də sağ olun. Allah sağ olun bu balaları. Allah bunu Allah rəhmət etsin. Hər iyi, Arif, Allah rəhmət bizə, Arif nə? Orada sizin axırda şeirləriniz var. Var, deyil, burada hələ ümumi kəndin oxuduyam. Allah razı olsun. Bunları da biz tərtib eləmişik. Bunlardan ikilər də verin, mən də. Gördün? Gəl, kimsiz bir verər. Sizə verirlər, baxın. Bu Qədirxum haqqında ətraflı məlumat və bu günün əməlləri də burada yazılmışdır inşallah. Gəl, bir əmsik. Allah mehriban etsin. Allah bize mehriban etsin. Amin inşallah. Allah sağ olsun sizi. Sağ ol, çok sağ ol. En əziz gününüz var. Allah gözəl taliyə içində də, Allah gözəl taliyə buyursun. Amin inşallah, amin Allah. Allah qəbul etsin, məktəb buyursun. Allah cansın inşallah yaxşı olar, var olsun. Sizə buraya gəlmiş bir gündə ziyarətə, inan inşallah, Allah məktəblərimizi vərizə inşallah. Ədəl İslamın xatirinə məktəblərimizi bəlav edəmək xeyirli. Sağ olsun. Borcumuz Sağ olsun. çok sağ olun.